Hamıya salam dostlar, kanalıma hoş geldiniz. Bu günləri biz sizinlə beraber Fest 3'də Osmanlı serimizi oynayacağıq. Bu seçəcək. Bunu, yəni ən çox müsbəti gətirəni seçəcək. Ən çox müsbət gətirən hansıdır onu və yaxud ən az mənfi gətirən. Gördüyünüz kimi dostlar, hakimiyyətimiz də belədir. Dünya sırasında birinci yerdəyik. Birinci növbədə dostlar, burada məncə ekonomi basaq. Bir də buradan dostlar, ən nadir altındır. Altın da deyirəm, elmasdır. Elmas, altın, baharat. Elmas, altın, baharat. Yaxşı, bizdə baharat olmalıdır məncə. Məncə dostlar, bizdə baharat olmalıdır. Çünki Persiyada belə baharat var. Bizdə dəmir var, odun var, qiyafət, çay, balıq. Nəmə, bu oradadır. Nəsə dostlar, mən tapanmadım. Amma biz yenə də onda başqa ekonomiya yatıraq. Nə qədər pulumuz var dostlar, ekonomi yatırırıq. Çünki dostlar, ölkənin qəşəng olmasına görə. Dostlar, mən birinci növbədə əgər hücum elan eləsəm, Yeflaka hücum elan eləyəcəm. Amma hələlik bununla ilişki gelişdirəcəm. Sonra bunlar da baş bəlası çıxmasın. Oy, Persiya. Persiya bir dəfə dalar bizə. Qəşəng bir də görev tamamlamışıq. Miras, pul. Qəşəng, çox qəşəng. Dostlar, 3 dənə avantaj puanımız var. Çox qəşəng. Mən üçün də müsbət gəlirdi deyənə aylıq araşdırmaya verirəm. Yəni müsbət gəlir elədi. Mən ordularımı yerləşdirdim. Sonra dostlar gəlirə girək. Burada ordu bakımıdır, araşdırma gidərlərdir. Vergiləndirməyi maks elədik. Super. Ekonomi 520 ekonomi yatırmışıq. Mən dinc dayanmaram, yenə də ekonomi yatıracam. Yəni ölkəmizin ekonomiya çox ehtiyacı var. Qəşəng. Ekonomi qalxır. Və aylıq maaşımız da qalxır. Yəni dostlar, oyuna başlayanda birinci növbədə bunları eləməlisiniz. Yəni elə oyuna başlayan kimi elə atışım, çatışım, belə şeylər yox. İndi mən baş kəntimi yüksəldəcəm. Pulum da qalxır deyənə. 572 ekonomi qaldırmış olduq. Qəşəng. Yetərsiz 300 lazımdır.
İşte baş kənd 4-də 2. Elə mən buna saldıracağam. Amma bunu ilə saldırmazlıq paktı imzalayacağam. Savunma paktı çox qəşəng. Hə dostlar, indi görək. Yəni dostlar, savaşa başlamamışdan əvvəl birinci növbədə baş kəndinizi yüksəldin. Yəni baş kəndinizi yüksəldmədən nə badə savaşa girməyin. Pulumuz artsın. 400. Qəşəng dostlar, baş kəndimiz də yüksəldi. Maaşımız da qalxdı. İndi sırada nədir dostlar? İndi qəşəng generalımız da var imiş. Generalımız olmayanda general da qoymağı unutmayın. Qəşəng. 582 ekonomi. Ekonomini mən min eləmədən dayanmaram. Oy. Yəni dostlar, ekonomi basanda aylıq gəliriniz də qalxır. Yəni belə Persiyadır, Osmanlıdır, Rusiya çarlığıdır zat. Bunlarla yəni oyunu bitirmək belə məsələn üçün asaddır, çətin deyil. Amma balaca bir ölkə ilə bitirmək gücdür. $33.000-ə qalxdı dostlar. Burada vergi verimliyi var. Burada ölkənizə vergi yatırırsınız ki, sizə qarşı üsyanlar çıxmasın. Visyo. Burada dostlar kredi almaq var. O savaşda çətin vəziyyətlərə düşsüz əgər. 626 ekonomi. Yəni dostlar, ekonomi basmadan da məsələn savaş eləməyin. Çünki ekonominiz çox olmalıdır. Hə, 640. Nəysə dostlar, sizə öyrətdim ki, ekonomi basmaq lazımdır. İndi mən burada liman da basacağam. Çünki belə baxıram ki, məsələn üçün başqa bir yerdən hücum oluna bilər. Görürsünüz dostlar, basmadım deyənə oldu. Ordu bakımına dostlar, savaşa girib eləyəndə çox pul verin. Ordu bakımına. Nəysə. Casus göndərək. Hələlik də maaşı az eləyək. Üç dənə bundan
3 dənə bundan. Bundan da 3. Bundan da 3. Bundan biraz çox qoyaq. Mən dostlar, əsgərlərinizi çox qoyun. Ola bilər ki, düşməniniz əsgərlərini daha çox gücləndirə bilər. Bir də görev daha bitirdik. Əsgəri güc. Sizə görək nə qədər əsgəri. 12.000 əsgəri var imiş. Mirası 76, 3/2 kredi çəkib. 3/2 kredisi var. Yəni elə bu borc da ödəyəcək. Müttəfiqi də yoxdursa əgər hücum elan eləyə bilərik. Dalındadır ki bu müttəfiqi. İndi mən nə varacam? Nəysə, onda bu da cəsus göndəririk. General qoyaq buna. Bu qoyuram. Gələ. Yenə də isyan. Oy, 4. Görək. 15.000 ordusu var imiş. Mən başa düşmədim. Bu Osmanlıda nəyə görə bu qədər üsyanları qalxır? Əskəri erişim. Füsiyola hazırda savaş elan eləyiblər. Hə dostlar, ordu baxımı qəşəngdir, əskər baxımı. Zaten elə buna hücum elan eləyirlərmiş. Gözünü o da kömək eləyək. Bəlkə işimizə yaradır. Füsiyo. Tamamı day bizimdir. Qəşəng. 3-cü görevdə tamamladıq. Torpaq genişlədilməsi. Zaten müttəfiqsiz ölkə yoxdur. Hə dostlar, bugün bir də yoxdur. Hə dostlar, bugünlük video bu qədər idi. Sağ olun, salamat qalın.